birinci yerdə nədir? Bütün günü telefona baxmaqla, yəni bu dirsəkdə eyni vəziyyətin alınması, uzun müddət dirsəyə qatlayıb oturmaq nəticəsində burada sinirin sıxılmasına səbəb olur. Sonra klaviaturada yazanda biləkdə olan eyni hərəkəti dəfələrlə təkrar etmək karpal tunel sindromuna səbəb olur. Ona görə də o yazan insanlar bilək altına balaca bir yastıqça düzəldib qoymalıdırlar ki, bu hərəkətin amplitudunu bir qədər azalsınlar ki, o yazan zamanı ona təsir etməsin. Yox xanım, bəzi xanımlar var ki, onlar çox təmizkardırlar və davamlı evdə təmizlik işləri görürlər. Bəzən bir yeri çox ovuşdururlar. Bəli. Bundan da ola bilər. Əlbəttə ki, ikinci və üçüncü, beşinci səbəblərdən biri də budur ki, eyni hərəkəti çox vasvasıdırlar, çox eyni şeyi təmizləyirlər. Bu elə hərəkətlərin biləkdə tez-tez təkrarlanması, çünki buradakı o köndələn bağa təsir edir.